Bir dənə sən Rumka baxa bilərəm. Məcid, Bir dənə baxım da mən sənə bir dənə söz deyəcəm. nə deyəcəksən? Sənə bir şey deyim. Sənə bu yaxınlarda uzun bir yol görsənir. Fala baxırsan? Hə, canımsın, bravo. Uzun bir dənə yol, gedərsən. Dönəcəksən hardasa sağ tərəfə. Orada bir dənə kafe var. Orada paya kimi vurmaq görürəm səni burada. Bravo. Doğrudan. Canımsın. Sonra nə görsən? Sonra nə görürəm? Deyən. Sonra görürəm ki, kimsə sənin yolu bağlayıb. Kimsə sənə cavab deyib ki, litrdən artıq içə bilməyəsən. Düz deyirsən, cavab ediblər. Ay, sağ ol. Özüm mən sənə bir dənə şey də deyim, deyən. Nə? Bir dəqiqə deyən də azaddır, baxıram axı. Qorxuludur nəsə? Bir nəfər var, sən ondan it kimi qorxursan. Canımsın. Qadındır, qadın. Arvadı deyir də. Doğrudan. Arvaddan qorxuram da neyniyim? Arvaddan hamı qorxmalıdır. Bir şey ki, axşam yemək yeyib üstündən şirniyyat yeyəndən sonra tez qərar verirlər ki, sabahdan mən diyetadayam. Ay, sağ ol. Çox müdürükdülər. Deyirəm də. Mənə bax, yəni bəlkə qədər xırda vuraq. Ki, pul var içməyə. Yoxdur. Eli dansın, xırda vuraq. Məndə yox, səndə yoxdur. Məndə də yoxdur, hardan olsun? Əziz tamaşaçılar, Bura kimdir? biz sizə... Salam. Əziz tamaşaçılar, biz sizə hər dəfə unudulmuş aktyorlarımızı çəkib göstəririk. Bu dəfə isə bizə zəng gəldi ki, siz onu uşaqlıq kinolarımızdan, köhnə filmlərimizdən daha yaxşı tanıyarsınız. Hazırda çətin vəziyyətdədir, içkiyə qurşanıb. Nə deyir belə, mən başa düşmədim. Nə deyir? Çox da şey eləmədən, bu Jəbilə-Qucla söhbətdir. Nəticələrlə verilişə baxmışam. Əsramiz Kələntərov. Bu ad bizi uşaqlığımıza aparır. Siz necə oldu ki, bu cür acınacaqlı vəziyyətə düşdünüz? Bilmək istəyirsiniz nətər olub? Əlbəttə, hamıya maraqlıdır. Onda gəlin gedək göstərim necə olub. Görürsünüz, əziz tamaşaçılar, Dur. onun həqiqətən köməyə ehtiyacı var. Gəlin gedək. Bunlar qalsın, bunlar qalsın. Gedək. Gələcək. Buyurun. Bu qalsın. Bax xanım, o vaxtı mən bir dənə filmə çəkilirdim, indiyə kimi yadımdadır. Nə çəkirdilər? Kino idi, adı Tutarağı. O hansı filmdir? Siz orada hansı obraz canlandırırdınız? Mən orada ki, baş qəhrəman edimdi ki, Tutarağın altında balon saxlayırdım, 3 kilolu balon. Ki, oradan damırdı ora, hə. Belə bir maraqlı film idi, hə. Aha, sonra? Hə, ondan sonra indiyə kimi yadımdadır ki, mən o çəkişdən çıxdım, gəldim bu restorana çörək yeməyəm. Aha. Bir dənə külək var idi, bir dənə soğuğum var idi. Vay dədə, çörək çıxmaq olmur. Külək belirdi. Bu nədir yəni? Gəlin bir şey eləyək. Bəli. Bax, əsas hadisə olub restoranın içində, kafedə. Gedək ora məncə, hə? Gedək ora da. Gəl, xoş Əsas gəl. hadisələr bütün olub. Buyurun danışın. Necə oldu ki, sizin kimi bir sənətkar bu cür acınacaqlı vəziyyətə düşdü? Bəli, mən üzr istəyirəm. Sizin bu mikrofondan çox marojniyə oxşayır. Hə, yaxşıdır. Yadında o vaxt. Şokoladını. Bəli, buyurun. Müdaxilə elədim, üzr istəyirəm. Buyurun. Televiziya tamaşaçılarından üzr istəyirəm. Bunu yəqin ki, kəsərsiniz də. Montaj nə deyirlər ona, stajyordur, nə deyil? Kəsir ondan. Hə, buyurun, təzdən sual verin, davam edək. Necə oldu ki, sizin kimi bir sənətkar bu cür acınacaqlı vəziyyətə düşdü? Bilirsiniz xanım, Jəbilə-Qucla da. Bildiniz də, yəni təxmin etmək istədim. Yəni, o heç kim planlaşdırmır ki. Yəni, bir də ki xanım, onları mən yadıma salmaq üçün gərək o günlərə qaydam. Necə yəni? Yəni, bax, o ki vəziyyətə necə düşdüm ha, o mən gərək yaşayam da burada. Onlar o mən yaşadım, o keçmişə qaydım. Mənim yadımdadır ki, mən bu restoranda oturmuşdum, bu yerdə oturmuşdum. Bu da burada oturmuşdu. İntihazı bura kimi mənim yadıma gəlir. İndi onlar mən nələrsə sifariş verib o stoldakını qaytarım ora, yaddaşım bərpa olsun. Onları yeməsə, o anı yaşaya bilməz də. Bəli. Onu hiss eləməlidir. O anı yaşamaq lazımdır. Onlar mən afisiyantıdır. Yaxşı, deyin, gətirsinlər. Xaloğlu, o bizim üçün gətir də o bir də seçək oradan aynı onlardan. Hə, xalodla gətir. Hə, bax, yavaş-yavaş yaddaşım bərpa olur. Demək xanım, Bunlar nədir? Biz sadəcə çay içəcəyik. Yox, anam, mən dedim, onu hiss eləmək, anı yaşamalıdır. anı yaşamaq. Demək o vaxtı biz burada olanda stolun üstündə bax xanım, bax, bu turşu var idi. O deyil bu kələm turşusu. Kələm turşusu özü bir litrdir. Ay, sağ ol. Bunlar. Götür. Bu var idi, bu. Buyurun da neyiniyək də? Bəli. Yox, keyfimdən eləmirəm. Onları yaddaşı keçmişə qayıtmaq istəyirəm. Bunlar da var idi, bax, qatıq da var Qatıq idi. da var idi. Ay, Alça da var idi. İndiyə kimi yanımda alça turşusu da bu var düyəmi idi. də qoy. O biberdir.
Bu biberdən də indiyə kimi yadımda burada var. Solu geniş götür ki, görsünlər nətə yiyibsən oğlanlar var. Xanım yadımdadır, biz onda kəlafur zakaz elədik, 2 dənə kəlafur, bir dənə də litr araq. Veriş çəkəcəyik, heç keçmək olmaz. Sağ ol. Stolda olmalıdır da, yaxşıdır. Hə, Stolda o yaxşı olmalı. olsun da. Yaxşı, gətirsinlər də. Verin də zəhmət olmaz. Atan buz kola da gətir, buz kola. Buz kola da verin. O da var idi. Siz Əfranuz müəllimin nəyisiz? Əmsarbadır. Ne olacaq? Görmüsün, dostumdur da. Nə idi? Gəl. Bu da sənətkardır, bu da unudulmuş sənətkardır. Bunun da yaddaşı gelib. Mən o Dədə Qorqud filmində Beyli ilə şir davet edir. Həmin o şir mənəm. Hamı da elə bil ki, o doğrusu şirdir. Budur. Mən özüm bir neçə filmlərə çəkilmişəm. Siz hansı filmlərdə rol almısınız? Mən elə bil ki, Dədə Qorqudda. O Beyrək deyir, məni qızlar şənlənən yerə apar. Amma mən oradaydım. Beyrəkdən qabaq mən gelmişdim ora. Və sonra xanım, film var ya, Atları Yəhərliyin. Orada atı mən oynamışam. Hə. Bəli, böyür oldu. Sonra, Ögey anada ana. yo, Ögey anada ana dövdüm mən. Ögey anada o dağı partladırlar ha. O mən arxa planda mən partlamışam orada. Hə. Elə o filmdə mən baş nə deyirlər ona? Prodüsör. Ay sağ ol. Bir dənə də filmdə olmuşam, axırıncı aşırımda orada da bir dənə litri aşırmışam. Bəli, yəni mənim əməyim çox olur filmdə. Yi, yaxşı bir... Hə, baba xanım gəldi. Olar biz yavaş-yavaş bərpa edin yaxlaşın. Olar. Siz bitkəsiz də götürün. Buyurun. Bunda ayaq üstəsən, bir də çörək ver zəhmət olmasa mənə. Yi, hiss eləyək, yi. Təşəkkür ederim. Yedikcə sadəcə xatırladığınız şeylər danışmağa Mənim çalışın. qatıqladığım şeylər heç vaxt olmayıb. Çox xahiş edirəm. Xatırladığınız. Nə? Xatırladığınız Xatırla, şeylər xatırla. danışın. Xatırladığım, ha. Bəli. Bilirəm. Xatırlayacam, nə var, nə yox. Siz neyinirsiniz? Bəs danışdıq axı, heç keçmək olmaz. Anam keyfimdən içmirəm. Mən bunun yaddaşım bərpa olsun deyə, sizin veriliş maraqlı alınsın deyə içirəm. Yoxsa mən bunun ölüsü dörəm, bir şey dörəm. Bu içirəm, şəxsən sizin sağlığınız. Sağ olun, xanım. Sağ ol. Deyir, yaşın oldu 40, hər gün üzüyü 40. Hər gün üzümü Təzə qırır. sağlıqdır, bu dün öyləmişəm. Yaxşı, sağ olun. Yaxşı, davam edin görək. Yəni sonra nə baş verdi? Sonra mən buz kola açdım. Yadımdadır, buz kola açdım. Deyirsən, belə içdin, belə. Yo, stəkana. Yo, belə içdim, düz Belə. deyir. Yaxşı, bundan sonra nə baş verdi? Ona ki, bir xanım bizə yaxınlaşdı, bizlə şəkil çəkdirdi. Sonra sağ olsun, getdi bizim hesabımızı verdi. Hə. O gündən sonra mənim çöküşüm başladı. Buyurun, davam edin. Davam edincəndə ki, siz indi Araq ediblər. bizim hesabımızı verə bilərsən. Bir şey deyil. Nə beləəm? Hətta qoy necə olur, belə də olsun da. Verin. Yaxşı, verirəm. Araq. Rəhmət, bu vaxt üçün biz də məşq edib yaddaşımızı bərpa edək. Yaxşı. Bərpa elə. Yaddaşımızı bərpa elə. Hadi, çək. Qardaş, xaloğlu, xanım şot verəcək, biraz uzadarsınız. Ki, rahat sürəyim. Bak əlavə nəsə deyək, əlavə. Hansı əl yağa? Əlavə. Əlavə, bax, nə istəyirdinəm. Verdik hesabı. Çox sağ olun xanım, çox sağ olun. Buyurun, davam edin. Davamı, Əllərimizi sildik. durduq ayağa, Sonra? ayağımızı götürdük, buz kolamızı götürdük. Aşağı. Hələ ki, çıxdıq qapının ağzına, oradan qaçdıq. Bir də mən o sizə göstərim. Hara Yox, gidirsiniz? götürmürük, göstərirəm, mən buradayım, hara gedirəm xanım. Qaçmırıq, gözlə. Hələ buradayıq. Getdilər. Sən, də dolayı.